Salam, gəlin dördüncü sualın izahına baxaq. Demək bizə verir ki, A ədədi B-nin bölənidir. Əçub kvadratı AB çıxılsın kökdə 27 AB vurulsun əbab AB bərabər 0. Bərabərliyi doğru olarsa B bölünsün A nisbətini tapın. Demək deyir ki, A ədədi B-nin bölənidir. Onda B A-ya tam bölünür. Və biz bilirik ki, əçub AB bölünənə, əbab AB isə bölənə bərabərdir. Gəlin bunu qeyd edək. Əçub AB bərabərdir B-yə, əbab AB isə bərabərdir A-ya. İndi gətirib yerinə qoysaq buradan. O zaman onlar B kvadratı çıxılsın kökdə 27 AB vurulsun A bərabərdir 0. B kvadratı bərabərdir kökdə 27 AB vurulsun A-ya. İndi hər tərəfini kvadrata yüksədək ki, buradan kökdən azad olsun. O zaman B üstü 4 bərabərdir 27 AB vurulsun A kvadrat olar. Buradan B ilə, buradan bir dənə B gedir. Qalır burada B kub bərabərdir 27 A vurulsuna da A kubun verir. İndi buradan hər tərəfdən kubu alsaq B bərabər olar 3A-ya. Və getirsək burada istənilən şərtdən B bölünsün A-da yerinə qoysaq, o zaman 3A bölünsün A bərabərdir 3 olar. Yəni bu sualın cavabı D variantı olacaq.